Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli avtozavodda bax bu hal-hazırda bu gördüyünüz mərkəzi yoldur. Bildiyiniz kimi bu yol, yəni Gülüstan'a gedən yoldur. Bu tərəfdə isə deməli bax bu istiqamətdə isə avtozavodun binaları yerləşir. Gördüyünüz yoldan 20 nömrəli marşrut işlər. Bax həmin konkretli bu yoldan. Bax qarşıda deməli bu mərkəz yolun kənarında 5 sot torpaqda bax belə bir həyət evi satılır. Bu gördüyünüz barının arxasını, yəni bax bu ərazini Uqlavoy evdir. Buranı deməli obyekt üçün nəzərdə tutublar. İnsə mən evə daxil oluram. Qarşıda bax ola bilsin ki, yəni mən də belə fikir verirəm. Bir balaca ev, kiçik ev kimi görsənir. Ancaq o demək deyil. Deməli qarşıda bax gördüyünüz bu evin alt hissəsində bir zal 3 otaqdır. Bax belə bir həyət evinin qiyməti 60.000 manatdır. Harada yerləşməyini konkret sizə göstərdim. Bax buranı da deməli obyekt üçün nəzərdə tutulub. Yenə təkrar edirəm, Uqlavoy torpaqdır. Yenidən bax 5 sotdur. Belə bir həyət evinin qiyməti 60.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Sənədi sərəncamdır, arxiv var, layihəsi var. Yəni bildiyiniz kimi bu ərazidə ancaq bu cürdür. İndi evə daxil oluram. Yenidən deməli bu həyət evinin bağçasını, eyni zamanda harada yerləşməyini sizə göstərdim. İndi evə daxil oluram. Otaqların mən bildiyimə görə ikisi 4-ün 5-ədir, biri 5-in 5-ədir. Bura isə harca 4-ün 7'ye olmalıdır. Bax bura zaldır. Qarşıda gördüyünüz otaqda isə bax buranın təmiri hələ ki axıra qədər deməli başa çatmayıb. Bax bura 5'in 5'ədir. 5'in 5'ədir. Təmirlidir. Bax bu otaqdan başqa isə qarşıda deməli 12 tonluq, 12 ya 8 tonluq basen olmalıdır. Bura isə mətbəxidir. Mətbəx gördüyünüz kimi böyükdür. Hardasa 4'ün mən elə gəlir ki 5'ə olmalıdır. Bax bu cür sol tərəfdə hamam evin içərisində yerləşir. Bax belə bir həyət evinin qiyməti 60.000 manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Yenidən mən sizə hamamı göstərdim. Bura isə otaqlar dediyim kimi bax bu otaqlar 4'ün 5'ədir. Bura bir ikinci otaq, qarşıda isə deməli 3-cü otaqdır. Bax bura deməli 3-cü otaqdır. Gördüyünüz kimi təmirlidir. Yəni təmirini necə görürsünüz bu cürdə var. Bax belə bir həyət evinin qiyməti 60.000 manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Harada yerləşməyini konkret mən sizə göstərdim. Bax belə sizlərə uğurlar.